Salam, dəyərli izləyicilər. Həyatın bizə verdiyi suallarla biz isə qonağımızı ünvanladığımız cavabların axtarışı ilə qarşınızdayıq. Bugün sözün, düşüncənin sərhəddində gəzişəcəyik. Belə ki, qonağımız fəlsəfə doktoru Müşfiq Ötkündür. Bəlkə də bu cavablarımızla siz qəti razılaşmayacaqsınız, bəlkə də qəti cavablar tapmayacaqsınız, amma bəlkə də bir sual özünüzü tanımağa yetəcək. Beləliklə, səmimi sualların səmavi aurasındayıq. Xoş gördük sizi, Müşfiq bəy. İlk növbədə dərin təşəkkürümüzü bildiririk bugünkü dəvətimizi qəbul edib gəldiyinizə görə. Çox sağ olun. Belə bir sualla başlamaq istəyirdim ki, müasir dövrdə, yəni bu texnologiyanın bənzərsiz imkanlarına sahib olan insan, amma yenə də müəyyən çətinliklərlə qarşılaşır. Münasibətlərin süni məsafəsi yaranır və insanlarda ünsiyyətdə süni məsafələr yaranır. Bilmək istəyirik, müasir insanın problemi nədir? Texnologiyadan asılılıq, mənəvi boşluq, yoxsa empati çatışmamazlığı? Arasında müəyyən bir aparatlar, devicelar, müəyyən bir monitor, ekrandır. Məsələn, vitrin arxasından bir-birlə danışan insanlar nə qədər gülüncsə və bilavasitə deyilsə, bizim texniki dünyamızdakı bütün münasibətlərimizdə bir-birimizin arasına texniki vasitə gedir. Bu dəqiqə biz izləyənlər də bir texniki vasitə dolayısıyla biz izləyirlər. Ona görəsində burada bir süniləşmə və məsafələşmə zəruri olaraq yaranır. Və bu mənəvi boşluğa da səbəb olur. Təbii ki, məsafə həmişə riyakarlığa yol açır. Bunun qarşısını almaq üçün, yəni çox böyük ruhani səy lazımdır. Məsələn, tutalım ki, çox uzaqda yaşayan insanlar bir-biri ilə münasibəti bəsləmək üçün çox böyük səy göstərməli olurlar ki, onsuz ki, bir dəfə gəlməlidir, görüşməlidir. Əskidən belə oldu da. Evet. İndi biz yanaşı yaşaya-yaşaya bir-birimizdən uzaq düşmüşük. Bəzən qonşu otaqlarda yaşayan ailə üzvləri belə bir-birindən uzaq düşürlər. Və bu bir autizm xəstəliyinə oxşuyur. İnsanlar hamısı öz telefonlarına qapılıb və bir-birinin əlinin istisini hiss edə bilmirlər. Çox şey olublar. Siz xəstəliklər də baş verir. Adamlar bir-birindən tiksinməyə başlayırlar, iyrənməyə başlayırlar və daha çox xəstələnməyə başlayırlar. Bilirsiniz, indi bir çoxları təsəvvürlənməz ki, 100 il əvvəl insanların çoxusu bir qabdan yemək yeyirdilər, hər öz qaşığı ilə. Çox getdikcə belə gigiyenik olduq biz, çox getdikcə ayrıldıq və son nəticədə həm bir-birimizdən, həm təbiətdən ayrı düşmüş. İndi tibb işçiləri bunu daha yaxşı bilir ki, bu da bizim immunitetimizi aşağı salıb. Bəlli olur ki, biz bir-birimizi immun baxımından gücləndirirmişik. Yəni, insanlar bir-birinə şəfa olun. Gözəl sözdür. O şəfa olmaq o təkcə tibbi baxımdan deyil, həm də mənəvi baxımdan şəfa olurlar. Onu da itirmişik. İnsan çox tənhadır və tənha olan qəlb sağlamlıq tapa bilmir. Ümumiyyətlə, şəxsiyyətin sağlamlığı onun insanlarla münasibəti ilə də ölçülür. Mən demirəm ki, bütün kampaniya adamları xoşbaxtdılar, misal üçün, harda şorda başı olan adamlar doğru adamlarlar, amma tənha adamlar da doğru deyil, bunu da dəqiq deyə bilərəm. İnsan həyatında elə anlar olur ki, yollar bitir. Artıq susursan və özünlə tək qalırsan, baş-başa qalmaq istəyirsən. Yəni, bunun adı həm tənhalıq, yalnızlıq və bunun bir adı da çarəsizlik gedir. Yəni, bəzən çarəsizlik bizi güclü edir və bəzən də artıq gücümüzün itirdiyi üçün çarəsiz oluruq. Sizcə çarəsizlik insanı Tanrıya yaxın edir, yoxsa özü ilə üz-üzə buraxır? Çarəsizlik, depressiya halı ki,
insan düşünür ki, buradan çıxa bilməyəcəm. İnsana xas bir xüsusiyyətdir. Onu sinirmək lazımdır, ona səhv etmək lazımdır və onu anlamağa çalışmaq lazımdır. Əslində, o Tanrının qırmancı kimi bir şeydir. O səni xoşbaxtlıq qapısına doğru boğur və məcbur edir ki, sən bu düşdüyün bədbəxtliyin səbəbini axtarasan. Və o çarəsizlik çox zamanda həm də ona işarət verir ki, sənin bəlkə gündəlik həyatda dəyərini bilmədiyin həqiqətə ehtiyacın varmış. Çox zaman yeməyi olan adam, içməyi olan adam çarəsizcə oturur, bilmir necə hərəkət edəsin. Bu çox əcaib bir şeydir də. Sən deyirsən, yeməyin var, içməyin var da, niyə sevinmirsən? Amma o çarəsizlik çox vaxt insanların həyatına gələndə məhz onu deyir ki, həqiqətsiz sən də işlədilməsin. Həqiqət elə bir şey ki, o bir mahnıdakı kimi. Sən varsan, hər şey tamam, sən yoxsan, hər şey əksik. Həqiqət olmayanda adamın həyatında heç nəyin dadı olmur və o depressiyalar da bizi həqiqətin dərkinə itənir. Yəni, elə məqamlarda insanların çıxış yolu tapmağı üçün çıxış yolu tapmağı üçün təkəbbürünü bir yerə atmalıdır. Elə məqamda insan qürurunu atır yerə və gedir, bəlkə bir nəfər var, dedim bir ondan soruş. Mütləq bir bilən vardır. Sadəcə sənin qürurun imkan vermir gedib ondan soruşmağa. Artıq elə məqamlarda qüruruna baxmırsın. Gedirsən, bir öyrənirsən və sonra da ümumiyyətlə bir araşdırırsan. Məsələn, Budda, Peyğəmbər, cavan oğlan idi, 21 yaşında, çarəsizliklə rastlaşır, xəstəlik, qocalıq və ölüm hadisələrini dərk edir və soyuq tər basır onu. Oturur bir ağacın altında, qara-qara düşünür ki, bu adamlar bu şeylərin nə səbəbini bilirlər, nə əlacını bilirlər. Elə deyib gülürlər, arsızlığa salıb özlərini. Mən isə gərək bunun səbəbini tapam. Məni ovutacaq həqiqət nədir? Ona qədər yol gedəm və çıxır sarayının padşah oğluydu da. Bir çox insanlar üçün həyatın ən arzulanan bir şeydir ki, mən padşah oğlu olum, hər şeyim olsun. Bunun o şeyləri var idi. Bax, mən onu demək istəyirəm ki, yəni insanlar fərqinə varmırlar bunların. O düşür həqiqət axtarır və tapır. Belə adam tapa bilir. Əslində o çarəsizliyin də dibini dərk eləməyə cəsarətin olmalıdır və bir hərəkət eləməlidir. Evi yanğın tutanda ən dəyərli şeyi götürüb qaçmalısan o evdə. Sizə görə Allaha inanmayan bir insanın bizdən birə ibadətə başlamağına səbəb nə ola bilər? Elə o çarəsizliyin dərk. O depressiyadan gəlir adam Allaha inanma, axtarır. Başa düşür ki, həyatının bu vaxta qədər ki, yolu ona yetərli olmadı. Demək ki, bir başqa yolları yoxlamalıdır. Və o zaman kardinal dəyişə bilir yolunu. Amma indi belə adamlar var ki, tutalım ki, dinin içindədir, o da depressiyaya gəlir, çıxır. Belə olur. O da nəyə görə depressiyaya gəlir? Çünki o üzdəki yolları gedib, üzdəki yollar da tez tükənir. Adam istedadlı deyilsə, fərqindəliyi çiçəklənmirsə, adam üzdəki yollarla yabancılaşır, yaddaşır dinin özünə də, öldürür öz dinini, dini ritualların sanki içində, onları fərqindəliksiz həyata keçirir, ölür onun içində və düşür depressiyaya. Deyir, mən dinin içində depressiyaya düşdüm. Heç olmasa sağalmaq üçün o adam ateizmə də gedə bilər. Çox olur elə şeylər. Bəli. Atır, gedir ateizmə, birdən azadlığı istəyir, sərbəstliyi istəyir, burada yol yoxdur. Amma ən azından əvvəlki sıxıcı, darıxdırıcı, formal rituallar da yoxdur. Amma orada da depressiyaya düşəcək az sonra, biraz davam eləsə və inşallah ki, bir gün anlayacaq ki, dərman sıxıcı rituallarda deyil, dirildilmiş rituallarda. Onun açarını tapmalıdır. Elələri var ki, məsələn, ailədən yanır, boşanır, deyir, yox, daha evlənmək lazımdır falan. Bu qütb qərarlardır.
bir divardan o biri divara çırpılmaqdır. Ailə pis deyil, janr olaraq pis deyil. Sən sadəcə olaraq sürdürə bilmədin bunu. Bu ona oxşayar ki, kimsə bir dəfə avtomobili ilə qəza eləyəndən sonra tövbələtmə edir, avtomobilə minir. Yaxşı, gəz piyada. Yəni o düzgün yanaşma deyil artıq. Sağlam yanaşma. Ailədən söhbət düşmüşkən, yəni elə gəlirdi o mövzuya doğru. Cəmiyyətin həm ən kiçik, lakin ən vacib təməl daşıdır ailə. Və bu təməli formalaşdıranda təbii ki, ər və arvaddır. Müasir ailədə ailə dəyərlərini necə görürsüz? Yəni nə dərəcədə düzgündür? Yəni müasir ailə dəyərləri dəyişilibmi əvvələ baxanda? Fərqi nədir? Hansı çatışmamazlıqlar var? Təbii ki, biz əvvəlki əsrlərin ailə modelinə xəyanət etdik. Xəyanət etdik. Bizə elə gəldi ki, biz yeni münasibətlərdə yeni bir ailə modeli yarada bilərik. Onu yaratdıq da, amma o işləmir. Nuklear ailə yaramır. Nə ər-arvad üçün yaramır, nə uşaqlar üçün yaramır. Onların xoşbaxt hiss eləməsi üçün özünü mütləq insanın o sosial əlaqələri olmalıdır, əmləri, dayıları, bibiləri, xalaları olmalıdır. Amma bizə deyirlər ki, bax yaxşı, məsələn mən bir dəfə danışdım bu barədə, sonra mənə çox tənqid tərəflər gəldi ki, bax siz deyirsiniz ki, ailədə uşaq çox olmalıdır, filan ailədə uşaq çoxdur. Amma xoşbaxtlıq da yoxdur. Hamı bir-birinə paxıllıq edir o ailədə, hamı bir-birinin işinə burun soxur, əksinə adamlar bezirlər, bir-birindən qaçmaq istəyirlər. Bir insanlar olanda orada o insanları birləşdirəcək dəyər olmalıdır. Mənə görə o dəyər ruhaniyyət dəyərləridir. Üzr istəyirəm, əvvəl ailələrdə ağ saqqal, yəni ağ bir şey, yəni ailədə bir problem olanda, yəni ona müraciət olunurdu və o dəyərlər əsasında elə düşünürəm ki, həll olunurdu müəyyən problemlər. Bax o ağ saqqal, ağ bir şey dedikləriniz, onlar o ruhani dəyərlərin daşıyıcısıydılar. Məsələn, insanlar xatırladılar ki, mənim nənəm namaz qılırdı, nə bilim, mənim babam Quran oxuyurdu. Amma təəssüf ki, sonra atam oxumadı. Və o evdən o ruhani, İslami dəyərlər bir qapıdan çıxınca, o biri qapıdan da səadət çıxır. İnsanların birliyi bir-birinə yük olmağa başlayır. İnsanlar elə-belə bir ola bilməzlər. Elə-belə bir otağa salınmış insanlar həbsxanadakı kimi bir-birini yemək istəyirlər. Orada bir qanun olmalıdır, orada bir böyük kiçiyi olmalıdır. O evdəki Allah avtoriteti yoxdur, həqiqət avtoriteti yoxdur, orada cəhənnəm yarana bilər insanların çoxluğundan. O yerdə ki, doğmalıq nə ilə yaradılır? Doğmalıq həqiqətlə yaradılır, insaniliklə yaradılır. O dəyərlərlə. Ona görə çox önəmlidir ki, ailənin dəyərləri olsun. İndiki insanlar düşünür ki, sadəcə olaraq savad versək adama, məsələn, riyaziyyatı yaxşı öyrənsə, biologiyadan xəbəri olsa, savadlı adam xoşbaxt ola bilər. Ay-hay. Savadlı adam xoşbaxt olacaq deyə bir şey yoxdur. Dəyərsiz adam xoşbaxt olmayacaq. Dəyərli adam ancaq xoşbaxt olacaq. Şəxsiyyətin formalaşmağı da burada vacibdir. Dəyər, həqiqət ocağıdır, ocaqlarıdır. O yanmayanda yolumuz işıqlanmır. Onları göz ardı eləmək olmaz. Sadəcə olaraq bədənsən, yemək yeyirsən, yaşayırsan, adam özündən də iyrənər, qardaşından, bacısından da iyrənər. O, hərdən bəzi rəssamların əsərləri var idi, məsələn, Yeyənlər əsəri, adı nədir, müasir üslubda, avangard üslubda. Adam baxır və o yeyənlərə baxır, deyir ki, bunlar dünyanı yeyəcəklər birazdan. İnsan təkcə yeyən varlıqdır, insan həm də verən varlıqdır, xeyir paylayan varlıqdır. İnsanlar ailədə gözəlliyi o vaxt yarada bilərlər ki, onlar ruhani varlıqlar olsunlar. Onda onlar birləşirlər. Əks təqdirdə olan birliyi də zülm olur. Uzun ömürlü münasibətlər üçün ən vacib amillər ümumiyyətlə, yəni ailədə mi olsun? Yol.
Yol olmalıdır ki, münasibətlər uzun ömürlü olsun. Məsələn, Konfutsi deyirdi ki, ən uzun ömürlü münasibət elm ətrafında olan münasibət, bilik ətrafında. Əgər sən bir insanla onun biliyinə görə dostluq edirsənsə, onda sizin münasibətləriniz ən uzun ömürlü münasibət olur. Sən bir adamla puluna görə dostluq edirsənsə, yeməyə, içməyə görə belə dostluq edənlər var. Yəni pul da onlar müvəqqətidir. O qurtaracaq. Elm qurtarmır. Elm işığı bir adamın qəlbində ancaq gözlərini yumanda yox olur. Ona görə də insanlar bir-biri ilə o insani dəyərlərə görə dost olmalı, yol olmalıdır. Ər-arvadın münasibəti çox sınaqlardan keçəcək. Sənin o aşiq olduğun gözəl qız 20-30 ildən sonra gözəl qız olmayacaq. Sənin o igid, yaraşıqlı, sempatik oğlan deyib ərə getdiyin oğlan 20-30 ildən sonra o sempatikliyini, bəlkə də o qamətini qoruya bilməyəcək. Hara gedəcək sizin eşqiniz onda? Sizin bir hekayəniz olmalıdır, yolçuluq hekayəniz. Ən yaxşı ailə odur ki, ər də arvad da əl-ələ tutub axirətlərini axtarırlar, savab axtarırlar. O ailədə xəyanət olmur, o ailədə balaca söhbətlərə yer olmur. Çünki onlar böyük qayğılarla balaca qayğıları əridirlər. Adamın böyük qayğısı olmayanda balaca qayğılar qum kimi onu məhv edir. Qumlarda okeanlar quruya bilər. Ailədə uşaqların tərbiyəsində valideynlərin rolu necə görürsünüz? Yəni nələrə əməl olunmalıdır? Onlar nələri bilməlidir, nələri müşahidə, yəni uşaq çünki ailənin güzgüsüdür və nələrə üstünlük verməlidir valideynlər? İndi mən anladığım, gördüyüm budur ki, uşaqların nazı çox oyun. Bəli. Uşaqları bütləşdiriblər evlərdə. Nənə, baba fırlanırlar bu uşağın başına. Elə bilir ki, nə qədər çox sevgi versə uşağa, bir o qədər yaxşı olacaq. Uşaq donuz kimi o sevginin içində çimir. Çox tez bir zamandan sonra uşağa onun vəzifələrini öyrətmək lazımdır. Bəzən yaxşı bağçalar olur, mən belə fikir verirəm. Qərbdə də bunun təcrübələri var, uzaq şərqdə də var. Məsələn, uşaqlara məktəblərdə siniflərini süpürtdürürlər, məktəbi təmizlətdirirlər. Onlar bir iş görürlər, yemək yedilər, arxasınca qablarını yığışdırırlar. Nə qədər çətin də olsa, ayaqqabılarını özləri bağlayırlar, bağlarını, paltarlarını özləri geyinməyi öyrənirlər. Sonra soyunub, onları məsələn şkafa özləri qoyurlar. Duranda yatağını özləri yığışdırırlar. Bu çox önəmlidir. Uşağa iş tapşırmaq lazım. Bizə deyir, uşağa buyur, dalınca yuyur. Yox, uşağa iş tapşırmaq lazımdır. Pis görsə belə o işi, səbirlə ona iş gördürmək lazımdır. Bəzən valideynlər qıymırlar. Bax, o da sonra fəsadların göstərir. Uşaq bilməlidir ki, uşağın başına qalxmaq lazım deyil. Amma uşaq bilməlidir ki, ata nə əziyyətlə o paranı qazanır. Ana nə əziyyətlə o paranı qazanır. Hərdən bir gərək iş yerlərində də izin versinlər. Valideynlər uşaqlarını götürsünlər işlərinə. Gəlsin, otursun, baxsın ki, onun atası 8 saat nə işlə məşğul olur. Nə əziyyət çəkir o paranı qazanmaq üçün. Uşaqlar hardasa 18 yaşına qədər indi bəzən 20 yaşlarında da, 30 yaşlarında da adamlar görürəm ki, para qazanmağın nə olduğunu bilmir. İşkəst böyüyür. Heyvanlığı ilə, məsələn, aslanlar, nə bilim, gepardlar bir ov ovlayırlar, gətirib yarıcan şəkildə uşaqlarının ağzına atır ki, o biraz da ovla onlar çabalasınlar, öyrənsinlər. Biz heyvanlardan da geri düşdük. Və o gələcəkdə də öz ailəsində fəsadlar gətirib çıxaracaq. Adam gəlir 28 yaşına hələ 1 manat pul qazanmayıb həyatında. Bunu necə edəcəyini bilmir. Özünə deyir ki, yox, yaxşı iş yoxdur və ya mən məsəl üçün qürurluyam. Sən qürurlu olmamağı da öyrənəcəksən. Sən təkəbbürünü idarə etməli öyrənəcəksən. Etməyi öyrənəcəksən. Səbirdən istifadə. Əlbəttə ki, sən insanlara qulluq etməyi öyrənəcəksən. Həyat məktəbdir. Ona görə ailə uşaqlarla yetərli qədər ciddi məşğul olmalıdır və uşaqlara mütləq başa salmaq lazımdır ki, bu həyat elə görünür ki, azad bir meydandır. Nə istəyirsən burada eləyə bilərsən? Yox, bu meydanın sahibi var. Burada halal var, haram var. Və
harama əl uzatsan həyatın tərs mayallaq gələcək. Oğul, qızım, aldadıcıdır bu dünyada. Sən elə bilirsən ki, hiylə ilə qazana bilərsən, manipulyasiyalarla irəli düşə bilərsən. Quranda yazılır, siz hiləgərsiz, Allah sizdən də hiləgərdir. Sizin başınıza elə oynayacaq ki, hiylə keçmir bu dünyada. Bu dünyada doğruluq keçir, həqiqət keçir. Bunu 100 dəfə əleyhinə çıxarlar məsələn, izləyicilər. Nə danışırsınız? Necə yəni hiylə keçmir, yalançılıq keçmir? Keçir, özdə əla, yox, o üzdədir. Lap dərində keçmir. Bütün o yalancı, riyakar adamlar hamısı qaranlığa qovuşdular, tarixin qaranlığına yox oldular. Kimlər qaldı tarixdə? Nəsimilər qaldı. Doğrular qaldı. Təmizlər qaldı. Elə deyilmi? Ona görə bunu anlamaq çox çətindir. Amma bunu anlayan dünyanın ən xoşbəxt